Fərəc bəy, 800 milyarddan çox Azərbaycana ziyan vurub Ermənistan deyirik. Amma bu da reallıqdır ki, bu kompensasiyanı Ermənistan ödəmə iqtidarında deyil. Bu təqribən dünən elə bilirəm bizim efirimizdə bunu hörmətli professor Fikret Yusifov səsləndirdi. Ermənistanın nə bilim 150 illik büdcəsi, 130 illik büdcəsidir dedi, dövlət büdcəsidir bizə vurulan ziyan. Ermənistan bunu necə ödəyəcək? Biz bu kompensasiya məsələsini qabardaq. Bu tamamilə haqlısınız. Hər zaman da biz bunu xatırlatmalıyıq. Amma Ermənistan bunu ödəyə bilməyəcək. Nə ilə əvəzləşdirə bilərik? Nə alaq Ermənistandan ki, vurduğu ziyanın əvəzi olsun? Baxın, mən bayaq Küveyt məsələsini təsadüfən demədim. Son 2-3 ilə qədər İraq Küveytə kompensasiya ödəyirdi. Bu da hüquqi həllini tapandan sonra Ermənistan tərəfi zaman-zaman mütləq deyil ki, bu nəslə ödəsin onu da ödəməyə başlasın. Məsələn, gəlirlərinin büdcəsinin bir hissəsi kompensasiya, təzminat ödənməlidir bunların. Almaniya yəhudlərə indiyə qədər təzminat bir hissəsi, bu bir variantdır. İkinci, ərazi məsələsi bəzən qəribə gələ bilər, amma bu da normal bir məsələdir ki, ərazi məsələsi. Amerika bir çox əraziləri pulla almışdı o vaxtlar. Biz Rusiyadan da ərazi almışdı, İngiltərədən də ərazi almışdı falan. Ərazini qiymət eləyib müəyyən hissəsini götürə bilər. Məsələn, bir nə borcun var, pulun yoxdur, deyirsən ki, mənim bir torpağım var. Gəl bu torpağını bunu əvəzləşdir. Qərbi Zəngəzuru bizə verə bilər Ermənistan. Böyük mədən sənayeləri falan məsələlərində gəlirinin 80-90%-ni deyək ki, Azərbaycanın hər il ödəmək məsələsi ola bilər. Və s. Yəni, bütün hallarda bu mexanizm işə düşməlidir. Adam cəzalandırılığın fərqində olmalıdır bu dövlət ki, sən dağıtmısan, biz də o 800 milyardı bir günə, 5 ilə, 3 ilə o yerləri bərpa elə bilmərik. O pul əlimizdə olsa belə, texniki, fiziki mənada onun həyata keçirilməsi real deyil də. Bu, deyək ki, indi gör neçə ildir biz azad eləmişik ərazilərimizi. Hələ orada, deyək ki, 30 milyarda qədər yatırım qoyulub da, əsasən yollara, infrastruktura, logistik məsələlər sahmana salmağa. Hələ nə qədər orada işlər görüləcəkdir, zaman-zaman görüləcəkdir. Ola bilər ki, bizim tamaşaçılarımız və yaxud da bizi dinləyən ermənilər olsun, kim olsun, mütləq onlar bu məsələləri izləyirlər də. Onlara qəribə gələ bilər, amma dünya təcrübəsində görünmübdür ki, gələsən bir dövlət üçün təkrarlı şəkildə ərazini dağıdasın, çıxıb gedəsən. Hətta mən sevirəm İsrail məsələsi, həmişə misal çəkməyi. İsrail idmançılarını olimpiyadada öldürmüşdülər. İsrailin baş naziri sərəncam verdi. Özü də belə verdi sərəncam. O qatillər harda olursa olsun, tapılıb infaz olsun, tutulsun, yox. Və onların hamısı harda tapıldısa infaz olundu. Biz bu məsələlərdə ölkəmizə vurulmuş zərərin ödənilməsini istəyirik. Paşinyan demir ki, günahkar Sarkisyan, Köçəryan falanlardır. Məsələn, bu başdan onların özlərimizə təhvil verir bilər. Əmlakların Azərbaycan hesabına müsadir elə bilər. Bizdən yığmalı aparıblar axı. Bəli. Azərbaycan ərazililərindən prezident dedi, qapı çərçivəsindən tutmuş, hər şeyi də söküb aparıbdılar. Bu müharibədə mərmidən zəd almaq deyil ki, oğurlayıb aparıblar, talayıblar aparıbdılar. Talayıb aparıbsa geri qaytarmalıdır. Bizim qılınc haqqımızdır. Dünyanın hər yerində məsələyə belə yanaşırlar. Ona görə mən hesab edirəm ki, ermənilərlə sülh danışıq apara da müəyyən komissiyalar işləməlidir. Necə ki, Mirzəyangil bir tərəfdən sülh danışıq aparırlar, ikinci tərəfdən Avropa Azərbaycan əleyhinə kampaniyada iştirak edirlər. Yəni bunlar təcrübə görünməli deyil. Biz də eyni formada, həm də qabaqlayıcı formada eləməlidir. Doğrudur, mən həmişə deyirəm ki, başqa qurumlarla bağlı, daxili siyasətdən bağlı, mən müxalif mövqedə olan partiya sədriyəm. Narazılıqlarım var, ifadə eləmişəm həmişə çox sərt şəkildə, amma Azərbaycanın xarici siyasəti, hərbi siyasəti, bir də Dövlət Təhlükəsizlik Xidmətinin təhlükəsizliyi təmin edilmə məsələsi unikal şəkildə vuruldu və harmonik şəkildə bu yürüyür. Hesab eləmirəm ki, bu məsələlər nəzərə alınmayıb. Məndə olan məlumata görə təzminatla bağlı bir müəyyən işlər görülür, məhkəmələrə verilib, onları mən bilirəm. Amma artıq masada onlara bu məsələlərlə bağlı olaraq deyilməlidir ki, sən delimitasiya eləyib, demarkasiya başa düşdük. Buradan sərhəd keçirsən, sərhəd keçmişdin, öz başını M2 yol çəkmişdin, məcbursan orada gömrük haqqı versən mənə. Girməzində ərazimi. Doğru mu? Bunları düzəltməliyik. Bundan sonra döyüşməyək. Biz də istəmirik. Son 2 ildir demək olar ki, bir-birinə heç bir güllə atmayıbdır. Bu, bundan sonraki məsələdir. Buna qədərki məsələlər var. Mənim minlərlə insanım itkin düşməli bir DNT-si ilə tapırlar. Biz bunları unuda bilmərik ki. Təbii, Xocalı məsələsi. Bəli.
Biz unuda bilərikmi? Qətiyyən. Unuda bilmərik. Və yaxud da bizim o uşaqları bunlar qətlə yetirdilər, orqanlardan istifadə ediblər, satıblar orqanların kənara. Bunu Zoyli Balayan kitablarında yazıb hətta orqan satışla bağlı. Başına mı buraxılmalıdır məsələlər? Məncə yox. Ona görə biz Avropa İttifaqı ki, bizim üzərimizə hərdən bir bəzi səslər çıxadır. Tutun erməniləri, o həbs olmuş erməniləri buraxır. Adama deyilə bilsin nə var? Sən bizdən artıqsan, mən bir dəfə Avronesin üzvü olanda bizdə parlamentə Avropa İttifaqının prezidenti Buzek bura gəlmiş. Polyakdır o. O video yayılıbdır. Çəkiş var idi. Çox belə başladı bizə ağıl verməyə, əməkdaşlıq etmək lazımdır ermənlə falan. O vaxt xeyli əvvəl, müharibədən xeyli əvvəl söhbət gedir. 2015-ci ildə zıtdan gedir. Mən onda söz aldım, dedim ki, siz polyaksınız. Sizin Odernes problemi vardı Almaniyanın. O həll olunmayana qədər Avropa İttifaqının yaranması icazə vermirdiniz. Sizin xalq, bizim xalqdan artıqdırmı? Mənim 100 minlərlə adamın qaçqın düşüb yerindən, mülkləri əlindən alıb, dağıdılıbdır. Sən kimsən ki, gəl bizə nağıl danışsın? Adam tər basmışdı və getdilər götürməyə məcbur oldu orada. Qəhrəmanlığımdan danışmaq istəmirəm. İndi gündə bizə bir dənə tələb göndərirlər. Sən ermənilər, nətər olur? Siz orada bir nəfər terrorçu, Əl-Qaidədən bir nəfər terrorçu gedir, bir binanı partladır. Əfqanistana qədər yer üzündən da silmədiyiz dövlət. İraq dağıldı falan yer, hər yeri darmadağın əldə ki, bunlar cavab verməlidir. Adam mənim ölkəmə hücum edibdir, öz ifadə verir, adamlarımı qırıbdır, separatçılıq edibdir. Mənim ölkəmdə konstitusiyanı pozub dövlət qurmağa çalışıb. Bir dənə separat hərəkatının bir qatil tutulubdur ki, əlləri qana batmış adam, yüzlərlə adamın ölümünə bahis olubdur. Balastik raketlər atıbdır, adam demin balastik raket atmışım, mən atmışam. Dinc əhali üzərinə. Sən niyə buraxmalısan, kimsən mənə tövsiyə versən?